Müştərilərimizi maarifləndirməklə bazarı dəyişirik. Bil, seç, inşa et rubrikasında dekoratorumuz Elgün bəyə həvalə olunan böyük bir mənzildə həm klassik sədəf effektini yaradır, həm də Saxara sədəf effektini və bu bildiyimiz kimi bizim Saxaradır. Elə deyilmi? Bəli, bu bildiyimiz Saxaradır, qumlu sədəf. Burada hal-hazırda görülən iş sədəf otaq işlənlərindən sonra müəyyən qalan nidastat qalar. Quruyandan sonra altda olan sədəfin yaxşı dəyməyən yerləri, xoşa gəlməyən hissələr və yaxud da malyarkada olan nidastatkalar, üzə biruzə verən problemləri abrabotka prosesi. Ki, bundan sonra, quruyandan sonra bir partiya mütləq şəkildə abrabotka olunmalıdır. Düzdür, bu bizim klassik sədəfə aid deyil, yəni sırf bu qumlu sədəfdə ümumi nə ki problemlər var, üzə çıxardır. Bax, burada indi hansı problemləri biz örtbasız edirik? Burada məsəl üçün elementar bir şey var. Burada pol işlənilən vaxtlarda aparatın arasına toxulub, divarı zədələyib, bəli, ay sağ ol, divar zədələnib. Ağ şpaklovkada bu bilinmir konkret olaraq, hiss olunmur. Olunsa belə... Cüzi hiss olunur. Cüzi hiss olunur. Plus da ki, fikirləşsən ki, elə bir xırda bir problemdir ki, ondan ötürü müştərini yəni get malyarı çağır, təzdən buranı düzəltdir deyib, artıq raskoda salmaq da yəni məntiqə uyğun deyil də. Yəni bu problemi sən əlindəki sədəflə aradan qaldıra bilirsənsə, yəni əlbəttə ki, lazımdır ki, bu ilə də aradan qaldırasan, kimlərsə də incitməyək. Artıq bir istifadə olunandan sonra hansı ki divarda olan qısa çatlar, yarıqlar, cızıqlar mütləq şəkildə bunda özünü verir. Digərlərində verməsə də, məsələ Saxara effektində özünü verir. Bunda verir, plus da ki, yaş-yaş, nəm olanda bildirmir. Quruyandan sonra? İşləyəndə heç bir şey bildirmir. Baxırsan ki, hə, mükəmməl. Quruyandan sonra sabah gəlirsən, hətta müştəri soruşur, vəsiyo qutardın, sən bitirdim sözünü deyə bilmirsən də. Vəsiyo, belə bitdi, sabah gəlib abrabotka olması. Sən bilirsən ki, mütləq şəkildə bir problemlər çıxacaq ortaya. Ona görə də sulu vəziyyətdə bildirmir. Quruyandan sonra, mata çevriləndən sonra müəyyən nidastatkalar bildirir. Onu aradan qaldırmaq təbii ki, boynumuzun borcudur. Ümumiyyətlə, sədəfin bir xarakteristikası var ki, sədəf 5 gün, 1 həftə, 10 gün ərzində tam olaraq özünə gəlir, parlaqlığını ortaya çıxardır. Məsəl üçün, sən bugünkü günü ən çox da klassikalarda olur. İşləyə bilərsən bu klassikanı, məsəl üçün. Müştəri baxır ki, bundan mən filan mənzildə gördüm, həmən kodla rəngi tutturmuşuq. Amma baxıram, burada o effekt ölür. İşıq məsələsini nəzərə alandan sonra, təbii ki, biz bunun quruma müddətini gözləyirik. Hətta müştəri sabahsı gün girəndə fərqliliyi görür. Ki, hə, dünən başqa cür idi. Yəni, quruma müddəti var da 5 gün, 10 gün ərzində tam olaraq qurumağına quruyur bir günə. O qurumaq sayılmır. Günbə-gün fərqlərini elə bu formada göstərir. Parlaqlıq çıxır ortaya. Hətta güclü işığı verəndə onun içində də nöqtə, lupa ilə görünə biləcək kimi zərrər əmələ gəlir. Parlaqlıqlar, maraqlı bir parlaqlıq verir. Buradan belə bir gözəl sual ortaya çıxır. Deməli, klassikdə malyarın həyata keçirdiyi işlərin problemləri üzə çıxmayacaq. Yox, klassika onu tam olaraq bağlayır. Cızıqlar varsa, qopuqlar varsa, o problem deyil. Hamısını örtbasdır eləyir. Bəli, örtbasdır eləyir. Problem gəlir, çıxır Saxarada. Saxarada yoxdursa belə onu üzə çıxardır. Üzə çıxardır. Şpaklyovkada problem olmasa, bu işlərin müddəti ömürlükdür. Təbii ki, özün qopardıb tullamırsansa, fikrini dəyişmirsənsə, yəni buna heç bir problem yoxdur. Hətta yəni buran uşaq yazdı, qopdu, nəsə oldu, aradan qaldırmaq olur. Yəni problem deyil. Nəsə dağıldı, yemək dağıldı, kraska dağıldı, olur da indi hər şey olur da. Bunda da, onda da fərqi yoxdur. Hansı sədəf növ olur olsun, o problemləri rahatçılıqla aradan qaldırılır. Çünki Liboy mənzildə işlənləndən sonra az miqdarda da olsa mütləq şəkildə qalır. Klassikdir də bu? Bəli. Klassik işimizin az da olsa qalmır. Amma bu qədərlə bütöv bir evi yenidələmək olar. Bütöv bir evi yox, haradasa bir 5-6 kvadratı, yəni mütləq şəkildə... Normal bir otaqdır. Sağ ol da, normal bir şəkildə, yəni... Bəs, Elgin, mənə maraqlıdır. Bunu mən neçə il saxlaya bilərəm? Onun saxlama müddəti surok olaraq, hətta bunun üstündə istehsalçı verdiyi surok bitsə belə, sən açırsan, o tam olaraq qurumayıbsa, cəcəyə dönməyibsə, onu baxanda görürsən, nəsə bir şey, adi qida kimi, baxırsan ki, xoşuna gəlmir. Elə bir problem yaranmayıbsa, qurumayıbsa, sən onu yenə də istifadə edə bilirsən. Mən düşünürəm ki, bunu ağzını möhkəm bağlayıb, hər hansı bir yerə qoysa, hava keçməsin. Sərin yer olsun. Hava keçməsə, yəni bunu illərlə saxlamaq olur. Yəni, dostlar, bunu saxlaya bilərsiniz, bir kənara ata da bilərsiniz. Elgin və buradadırsa, sizin problemlərinizi aradan qaldıracaq və bunu qiymət də üzərindədir və bəlkə dostlar sualı ünvanlamaq istəyirlər, amma ünvanlaya bilmirlər ki, haradadır, necə də əldə etmək olur. Bütün bunlar
bunları A-dan Z-yə dekorator işlərini həyata keçirmək üçün bütün məhsullar MRT inşaatdadır. Rahat şəkildə gəlirsiniz, Elgün bəydə müraciət edə bilərsiniz, özünüz də rahat əldə edə bilərsiniz. Bax, bunun qiyməti üzərində də var, 54 manatdır. Elgün bəy yəni qiymətini qoparmır üzərindən də alıb gətirirlər, istifadə edirlər. Bütün qiymətlər də qablaşdırmanın üzərində var. Yəni bütün bu məhsulları MRT inşaatdan rahat əldə edə bilər. Çünki MRT inşaat regionun ən böyük tikinti bazasıdır, əziz dostlar.